qırmızı rəngdə işıq binanın divarından süzülərək aşağı inirdi. Axşam sağı binanın qarşısına gələn maşından sarı saçlı bir gənc qız indi. O tez bir şəkildə binanın girişinə tələsirdi və bu zaman qırmızı işıq həmin gənc qızın ürəyində dayandı. Səhər tezdən məhəlləni küçə süpürən qadının qışqırığı oyatdı. Gənc qız Anya Belgorodsova ölü şəkildə tapılmışdı. 16 yaşlı Anya bütün ömrünü anası və bacısı ilə yaşamışdı. Uşaqlıqda eybəcər olsa da, o böyüdükcə gözəl bir qıza çevrilmişdi. Anya'nın 14 yaşı tamam olanda onun rəfiqəsi film kaseti hədiyyə etmişdi. Lalita filmi. Filmin süjet xətti gənc qızın özündən qat-qat yaşca böyük bir kişiyə aşiq olmağından gedirdi. Və beləliklə Anya bu filmin təsirinə düşərək bir gün özündən yaşca böyük bir kişi ilə eşq yaşamaq fikri yarandı. Və beləliklə günlərin bir günü həmin adam onun həyatında peyda oldu. Anya Belgorodsovanın gündəliyindən misralar. Mənə elə gəlir ki, elə bu odur. Dünən o mənim qarşımda bahalı bir avtomobillə dayandı. Onun boynunda qızıl sep var idi. Onun adı Saşadır. Onun 36 yaşı var. Mən rəfiqələrimdən maraqlandım. Dedilər ki, o qonşu məhəllədə yaşayır. Deyilənlərə görə onun həyat yoldaşı var və balaca övladı. Amma mənim üçün onun evli olmağı elə də maraqlı deyil. Əsas odur ki, mən istədiyimə nail olacam. Anya öz dəftərinə çox etibar edirdi və demək olar ki, bütün dərin mövzuları ora qeyd edirdi. Və beləliklə bu dəftər bir gün cinayətin açılmağında böyük rol oynayacaqdır. Anya tez bir zamanda Saşanı öz gözəlliyi ilə heyran etmişdi. Onların arasında bir münasibət yarandı. Saşa hər gün onu məhəllənin kənarında gözdən uzaq bir yerdə gözləyirdi. Anya gəlib onun maşınına oturub, onunla bir yerdə restorana gedirdi. Saşa Kalantayevin həyat yoldaşı isə Svetlana hər gün pəncərənin kənarında əyləşib, uşağını yelləyərək onun yolunu gözləyirdi. Qadın hər gün evdə tək qaldığı üçün göz yaşları və qəhər onu boğurdu. Beləliklə, qonşular da onun gözünü açmağa çox da gecikmədilər. Sveta bu eşq macərasından məlumat əldə edəndən sonra həyat yoldaşından hər gün xahiş edirdi ki, evlərini dəyişsinlər və başqa rayona köçsünlər. Sveta ümid edirdi. Bəlkə onun yoldaşı o qızdan uzaq qalsa, onu unular. Sveta Saşaya deyəndə ki, o xəyanət edir. Saşa başa düşdü ki, artıq hər şeyin zibilə çıxıb və beləliklə məsələni düzəltməyə çalışırdı. O həyat yoldaşını və uşağını sevirdi və həyat yoldaşı Svetaya söz verdi ki, o qızla münasibətini kəsəcək. Hətta telefon nömrəsini belə dəyişdi. Amma sona baxdıqda məsələ elə də asan olmayıb. Anya Belgorodsovanın dəftərindən olan qeydlər. Biz Saşanın çayın qırağına getmişdik. Heç nə olmadı. Sadəcə olaraq biz uzanıb ulduzlara baxırdıq və çayda biraz çimdik. O mənə toxunmadı. Çox gözəl bir gün idi. Mənim üçün çox xoşdu onun yanında olmaq. Biz uzun-uzadı söhbət etdik və Saşa mənə söz verdi ki, mənim 16 yaşım olan kimi biz onunla evlənəcəyik və o həyat yoldaşından boşanacaq. Mən ona inanıram, çünki o məni sevir və sözünün üstündə duracaq. Elə həmin günün axşamı Svetlana öz həyat yoldaşının köynəyində 2 dənə sarı tük tapdı. Bu ona kifayət edirdi ki, şübhələrini doğrultsun. O Saşaya heç bir şey demədən evdə olan tapancanı götürüb Saşanı təqib etməyə başladı. Saşa kriminal aləmlə bağlı olduğu üçün evində tapancası var idi. Beləliklə axşam saat 12 işləmiş, Saşanın maşını binanın girişində dayandı. Hətta buluq yaşa çatmayan qız isə maşından düşüb binanın girişinə qaçdı. Svetlana başa düşdü. Saşa ona yalan deyirdi. Onlar münasibətlərini hələ də kəsməyiblər. Kənardan bir səs eşidib Anya çöndü və geriyə baxdı. Svetlana isə dayanmırdı. Vurmadan tətiyə basırdı.
O yalnız bütün darağı boşalttıktan sonra dayandı. Axı ne üçün Svetlana az yaşlı Anyanı bu şəkildə qətlə yetirdi? Ne üçün Anyanı öldürdü? Ona xəyanət edən həyat yoldaşını deyil. Baş vermiş hadisədən sonra Svetlana həbs olundu. Həyat yoldaşı Saşa isə sədaqətli bir həyat yoldaşına çevrildi. Həyat yoldaşı üçün bahalı vəkil tutub, həyat yoldaşının hüququnu müdafiə edirdi. Mütəmadi olaraq onun ziyarətinə gedirdi. Həbsxanada görüşürdü. Baxmayaraq ki, az yaşlı Anyanla münasibətləri olmuşdu. Onun dəfnində Saşa iştirak etmədi. Məhkəmə Svetlana Kalantayevanın törətdiyi cinayəti affekt halında baş verdiyini təsdiq etdi. Yəni Svetlana cinayəti anlaqsız bir vəziyyətdə törətmişdi və beləliklə bir ildən sonra Svetlana azadlığa buraxıldı. Artıq Svetlana özünü qələbə çalmış kimi hiss edirdi. Beləliklə sevgi uçbucaqları nə ilə nəticələnəcəyini heç kəs bilmir və heç bir kişi də bilmir ki, onun qadını qəzəb halında nəyə qadirdir. Ailəni qorumaq məqsədi ilə qadın hansı cinayətlərə əl ata bilər? Bunu hələ heç kəs bilmir. Gənclər bir-birlərinə sevgi etiraf edib, bir-birlərini əbədi olaraq sevəcəklərinə söz verirlər və beləliklə ailə həyatı qururlar. Evlilikdən sonra isə ya kişi, ya qadın xəyanət edir. Axı nə dəyişdi bu illər ərzində və nə səbəb oldu ki, ailələrdə xəyanətə yol verilir? Məyər bir-birlərini sevəcəklərinə və bir-birlərinə sədaqətli olacaqlarına söz verən gənclər onlar deyildimi? Əlinizdə olan hər bir şeyin qədrini bilin. Zamanı geriyə qaytarmaq olmur. Dostlar, siz Məxfi Cinayətlər kanalındaydınız. Kanalımıza abunə olaraq videolarımızı bəyənməyi və rəylər bölümündə fikir bildirməyi unutmayın. Bizim üçün çox maraqlıdır sizin fikirləriniz.